Salam, qeydə alınmağa başladı. Ekranımı bölüşməmişdən əvvəl sizə məlumat vermək istəyirəm ki, bu dərs biz danışacağıq 41, bir də 43-cü mövzular haqqında. 41-ci dərsimiz, hansı ki, keçən həftə əyani təlimdə mən 2-ci sinif müəllimlərinə ev tapşırığı vermişdik. Həmin ev tapşırığının təqdim olunmasına həsr olunacaq bu dərs və bu dərsin nə qədər müddət davam edəcəyi hər bir təlimçinin qrupunda olan müəllim sayından asılı olacaq. Çünki orada qeyd olunub ki, bir müəllim üçün 3 dəqiqə təqdimata, 3-5 dəqiqə qeyd olunub. Siz indi baxa bilərsiniz. Məsələn, tutaq ki, 10 nəfər müəlliminiz varsa, bax belə 10 nəfər olsa belə 3-4 dəqiqə arasında 5 dəqiqə vermək çoxdur. Çünki hər təqdimatdan sonra müzakirə də olur. Müzakirəyə də bir dəqiqə, 2 dəqiqə gedir. Ona görə elə hər müəllim üçün 5 dəqiqə biz götürsək, 10 müəllim 5 dəqiqədən 50 dəqiqə eləyir. Yəni, təxmini 1 saata yaxın vaxtı onların təqdimatı. Onların təqdimat eləməyə başlamamışdan əvvəl biz davamiyyəti yoxlayırıq. Daha sonra onların təqdimatına başlamamışdan əvvəl bir neçə slaydımız var ki, tapşırığı xatırladırıq ki, siz bunu təqdim etməliydiniz. Qiymətləndirmə meyarını xatırladırıq. Qiymətləndirmə necə olsun, bunlar haqqında məlumat veririk. Hardasa ən azı bir 20-25 dəqiqədə, yəni onlar təqdimata başlamamışdan əvvəl bizim vaxtımız gedəcək. Bütün bu əvvəldən meyarları səsləndirənə qədər, işi təşkil edənə qədər hardasa bir 20-25 dəqiqədə bizim vaxtımız gedəcək və beləliklə elə metodik vəsaitə baxanda da bizim ilk təlimimizin vaxtı təxmini 1 saat 20, 1 saat 25 dəqiqə təşkil edir. Təlimçi sayınız çox olsa, artıq siz orada işinizi özünüz nizamlayacaqsınız. Bir də çox güman ki, müəllimlərin hamısı tutaq ki, 30 nəfər təlimə qoşulursa, hamısı yəqin ki, tapşırıqla gəlməyəcək. Əvvəlcədən bunu müəyyən eləmək olar ki, neçə nəfərin tapşırığı hazırdır. Yəni, tapşırıqla gəlib yox. Yəni, belə demək olar ki, neçə nəfərin hal-hazırda tapşırığı hazırdır. Yəni, neçə nəfər hazırdırsa əl qaldıra bilər və siz hazır olan tapşırığın sayına görə vaxt bölgüsü edə bilərsiniz və müzakirənizi təşkil edə bilərsiniz. İkinci dərsimizdə yenə, ikinci dərsimizə də mən hesabladım. Ona da hardasa 1 saat yarım təxmini vaxt gəlir. Yəni, belə götürəndə bütövlükdə bizim təlimimiz 3 saat davam edəcək. 3 saata yaxın ola bilər. Yəni, hər müəllimin qrupundan asılıdır. Ola bilər ki, hansısa müəllimin qrupunda 5 nəfər müəllim qoşulub. 5 nəfər müəllimin təqdimatı 5 dəqiqədən olsa 25 dəqiqə çəkəcək. 20 dəqiqədə özü danışsa, yəni bu artıq təlimin tez bitməsinə səbəb ola bilir. Yəni, belə olsa, yəni narahat olmayın. Yəni, əgər bizim müəllim sayımız nəzərdə tutulan qədər olacaqsa, normal təlimimiz baş tutacaqsa, təlimimiz 3 saat davam edəcək. Etməlidir daha doğrusu. Təxmini. Və əvvəlcədən də təlim başlayanda da müəllimlərə məlumat verin ki, sonra təlimin 1 saat keçmiş, saat yarım keçmiş, sizə deməsinlər ki, müəllim bitiririk, bitirmirsiniz. Biz yorğunuq belə elə. Biz də onlara nə deyə bilərik? Yəni, yəqin ki, sonuncu təlimləridir bu dekabr ayında. Bir dəfə əyani təlimdə olublar, bir dəfə də onların yəqin ki, inşallah narazılıq eləməzlər. Bu belə. Mən indi ekranımı paylaşıram. Əgər dərsə qoşulmaq istəyən olsa, mən görməsəm, zəhmət olmasa deyin. Mənə qəbul edeyim. Öyrənilmiş metodikaların tətbiqi üzrə mini məruzələr. Yəni, biz keçən dərs bu metodikaları təhlil elədik. Orada səhv dərs nümunəsi verilmişdi də bizə. Hansı ki, dərs nümunəsində müəllim başlayırdı salamlaşmadan. Yəni, əslində çox səhv yox idi. Hamısı səhv deyildi. Yəni, orada bəyənilən məqamlar da var idi. Hansı ki, salamlaşırdı, deyirdi ki, bir-birimizə təbəssüm bəxş edək və dərsə başlayaq. Və riyaziyyata aid maraqlı bir oyun keçirdik. Riyaziyyat deyəndə əllərinizi partanın üzərinə qoyursunuz və s. Cəlb etdi şagirdləri və dərsinə başladı. Bax, həmin mövzudan gedir söhbət. Biz bu dərsi əyani təlimdə
təhlil etdik, sonra qrup elədik. Müəllimlər qrup şəklində hərəsi dərsin bir mərhələsini təqdim etdilər. Bunu da müzakirə etdik, qiymətləndirdik. İndi isə bu dərsdə onlar hər biri fərdi şəkildə, yəni əyani təlimdə onlar qrupla işləmişdilər. İndi isə onlar hər biri fərdi şəkildə maraqlı bir dərs fraqmenti təqdim etməlidirlər. Əgər öz qruplarınızdırsa, yaxşı olar ki, qrupda da elan eləyəsiniz ki, baxın, yəni bu təlimin məqsədi bir-birimizdən öyrənməkdir. Yaxşı olar ki, hər müəllim öz praktikasında, öz metodikasında istifadə etdiyi maraqlı bir üsulu təqdim eləsin ki, tutaq ki, çətin mənimsənilən, tutaq ki, ya yuvarlaqlaşdırma çətin mənimsənilən mövzudur. Nə bilim, 2 rəqəmliyə bölmə, 3 rəqəmliyə bölmə sütunla çətin mənimsənilən mövzulardan biridir. Tutaq ki, mən misal gətirirəm, ümumiyyətlə riyaziyyatda belə mövzular çoxdur. Bu müəllim bu mövzunu mənimsətmək üçün hansı üsuldan istifadə edir, hansı metodikanı tətbiq edir, necə bir yəni iş ortaya gətirir ki, necə eləyir ki, uşaqları, yəni hansı uşaq ki, o çətinlik çəkən uşaq. Onsuz da biz bilirik ki, digər şagirdlər, o potensial uşaqlarımız hansı dildə desək belə başa düşəcəklər. Hansı ki, o öyrənmək bacarığı aşağı olan şagirdlər öyrənmək üçün hansı yollardan, hansı üsullardan istifadə edir, necə eləyirlər ki, öyrədirlər. Bu oyun formatı ola bilər, maraqlı praktik iş ola bilər. Əsasən biz deyirik ki, praktik iş olsun da ki, uşaq praktik işi, oyun formatını daha çox sevir, daha çox bəyənir və özü də hiss etmədən burada işləyir və öyrənir. Yəni, elə eləyək ki, müəllimlərimiz belə bir işlər ərsəyə gətirsinlər. Yəni, normal kitabda, iş dəftərində olan bir tapşırıq, olan bir fəaliyyət, gündəlik dərsdə elədiyimiz bir şeylər olmasın. Çünki zaten bunu hər birimiz hər gün eləyirik. Yaxşı olar ki, qrupda məlumat verəsiniz ki, yəni qeyri-adi bir təqdimatlar olsun, 3 dəqiqə olsun, 2 dəqiqə olsun, amma maraqlı bir hissə olsun, maraqlı bir fraqment olsun. Məşğələnin məqsədi müəllimlərin öyrənmiş metodikaların tətbiqinə dair mini məruzələrini görürsünüz, mini deyir. Mini məruzələrini təqdim və müzakirə etmək, yəni bu dərsdə məqsədinizi elan edəcəksiniz müəllimlərə. Praktik ideyalar və metodik üsulların tətbiqi təcrübəsini mübadilə etmək, yəni necə tətbiq eləyirsiniz? Mübadilə etmək, yəni dəyişməkdə tutaq ki, sizin dediyinizi Samirə müəllimənin tətbiq etdiyini mən eşidirəm, mənim tətbiq etdiyimi Samirə müəllimə eşidir və beləliklə də mübadilə etmiş oluruq. Metodikaların real dərs şəraitində necə işlədiyini başa düşülməsini gücləndirmək. Yəni, əslində səsləndiririk. Gəlin, bəs baxaq görə, həm də biz bu praktikamıza dayanaraq məlumat verməliyik ki, baxın, tutaq ki, səsləndirirəm, amma mən bunu tətbiq etmişəm və çox işə yarayıb. Ona görə ki, real dərs şəraitində ola bilər ki, maraqlı bir fəaliyyət olsun, amma düşünək ki, bunu sinifdə tətbiq etmək olacaqmı və yaxud hər sinifdə bunu tətbiq edə bilirikmi? Biz bir dəfə yadınızdadır, təlimdə danışdıq, dedik ki, elə bir fəaliyyət olmalıdır ki, bunu mən müəllim kimi sabah gedib sinifimdə tətbiq edə bilim. Yəni, bunun üçün çox əlavə resurs, nə isə bir maddiyyat, xüsusi bir sinif otağı, xüsusi bir, nə bilim, avadanlıqlar tələb olunmadan mən bu dərs fraqmentini reallaşdıra bilim. Məşğələnin formatı qoşulmaq istəyən var. Kimsə qoşulmaq istəyir. Fərdə müəllimə başlayında, bu ilə prinsipi ayın 26-sı da deyəsən təkrar var. Ondan sonra bu illik qutarır da. Müəllimə soruşur ki, birdən olucu olmuş. Dedim ki, yox, yəqin ki, gələn il inşallah. Bir ildən sonra görüşərik. Yəqin ki, Samirə müəllimə, mən dəqiq bilmirəm. Yəni, bizim hər həftə görüşümüz olurdu. Amma bu aralar Yülə xan bura gəldi. Burada oldular. Onlar məktəblərdə oldular. Onlar da vaxt eləyə bilmədilər və biz 2 həftədir görüşmürük. Hətta 3 həftədir biz görüşmürük. İnşallah sabah biz görüşəcəyik. Çox güman ki, ona görə mən də məlumatsızam. Sabah bizim görüşümüz olacaq. Biz orada yəqin məlumat alarıq ki, sonuncu təlimdir, yoxsa yox. Təşəkkür edirəm. Yox, prosta deyirəm, bu illik deyirəm də, yəqin ki... Yəqin ki də, yəni belə götürəndə yəqin ki, artıq son həftədir. Bundan sonra da bayramdır. Çox güman ki, sonuncu təlimlər olur.
Amma yenə də biz əmin olmamış heç nə deməyək, çünki hər şey ola bilər. Sonra qarşısında qalmayaq. Hiç de demirik. Bəli. Keçən dəfə biz sizi biraz güldürüm. Keçən həftə 2-lərdə elə həmin bu dərsin müzakirəsində birinci qrupum bitdi. Biz şəkil çəkdirirdik birinci qrupdan. Sonra ikinci qrupdan müəllimlər gəlmişdi, dəhlizdə gözləyirdilər. Bir müəllim xahiş elədik bir müəllimdən ki, gəlsin bizim hamımızın bir yerdə şəklini çəksin. Müəllim birə sual verdi ki, sondur deyəsən. Mən də dedim ki, bəli, sondur. Hamının üstünə bir gülüş gəldi. Bu müəllim sual verməkdən məqsədi o imiş ki, sonuncu təlimdə. Mən də elə başa düşürəm ki, deyir ki, təlimin sonudur da. Mən də deyirəm ki, hə, sonudur. Sonra hamı güldü, hamı sevindi. Şəkildə də hamı o qədər gülə-gülə düşüb. Deyirəm ki, müəllimlər, siz məni deyəsən düz başa düşməzsiniz. Mən təlimin sonunu nəzərə alırdım. Onlar deyirlər ki, bir anlıq biz xoşbəxt olduq. Elə bildik ki, yəni ilin son təlimidir. Hə, dedim, yəni bu sözü mən sizə verə bilmərəm. Çünki sizə ev tapşırıq verilib. Yəqin ki, ilin sonuna kimi bir təliminiz də olacaq. Yəni dəqiq heç nə demirəm. Həmişə millətlərimə sual verəndə deyirəm ki, təəssüf ki, biz də sizin kimi məlumatlı deyilik. Yəni həmişə özünüzü belə sığortalayın. Yəni sizə nə vaxt məlumat verilirsə, bizə də o vaxt məlumat verilir. Məşğələnin formatı hər bir müəllim 3-5 dəqiqəlik mini məruzə təqdim edir. Görürsünüz, bax, burada yazılıb 3-5 dəqiqəlik. Siz qrupunuzdakı müəllimlərin sayına görə bunu nizamlaya bilərsiniz. Azalda da bilərsiniz, 3 dəqiqə eləyə bilərsiniz və yaxud 4-5 dəqiqə eləyə bilərsiniz. Hər çıxışdan sonra 2 dəqiqə suallara və şərhlərə ayrılır. Yəni, ola bilər ki, müəllim təqdim etdi, hansısa müəllim yoldaşına nəsə bir qaranlıq məqam qalıb ki, baxın, dediniz, mən bunu çox bəyəndim. Bu yerdə necə elədiniz? Məsələn, ola bilər də suallar olsun və yaxud şərhləri var. Yəni, fikir bildirmək istəyirlər ki, doğrudan da bəyəndim, məsələ sinfimdə tətbiq edəcəm və s. və yaxud mən də bunu etmişəm, çox yaxşı işləyib və s. Yəni, hər çıxışdan sonra müzakirə 2 dəqiqə, əks əlaqə, peşəkar dəstək formatında güclü tərəflər və təkmilləşdirmə imkanları. Sizə tövsiyə edərdim ki, düzdür, biz özümüz də saat qura bilirik, ekranda da qururuq, telefonda da qururuq. Yaxşı olar ki, siz təlim zamanı özünüzə müəllimlərdən bir köməkçi seçəsiniz. O telefonunda qursun saatı. Çünki siz hər dəfə burada quranda vaxt gedir. Nizamlayırsınız, yenidən başladırsınız. Amma bir köməkçi müəllim sizə orada hesablasa, vaxtı daha yaxşı olar ki, tez, məsələn, tutaq ki, müəllim təqdimat eləyirsə, vaxtı bitəndə bildirsin və yaxud müzakirə vaxtı bitən kimi bildirsin ki, vaxtınızı düzgün planlaşdıra biləsiniz. Çünki elə olur ki, elə bir maraqlı mövzu olur ki, müzakirə uzanır və hər kəs fikrini bildirmək istəyir. Artıq bu yerdə, yəni o sizin seçdiyiniz müəllim müzakirəni dayandıracaq ki, baxın, vaxt bitib. Vəssalam, qısa konkret kəsəcəksiniz. Bu da sizin vaxtınızı nizamlamanıza kömək ola biləcək. Qiymətləndirmə meyarları, deməli, əks əlaqə necə olmalıdır? Peşəkar dəstək formatında güclü tərəflər və təkmilləşdirmə imkanları mütləq əvvəlcə müsbətdən, müəllimlərə də deyirik ki, əvvəlcə müsbətdən başlayırıq. Daha sonra isə demirik, bu yaxşı deyildi. Deyirik ki, yəni bu hissəsini daha da təkmilləşdirə bilərsiniz, daha fərqli etsəydiniz, daha yaxşı olardı və s. Belə deyirik. Qiymətləndirmə meyarımız da var. 4 meyarla qiymətləndirəcəklər müəllimlər bir-birlərini. Metodikanın izahının aydınlığı, nümunənin praktik tətbiqliyi, riyaziyyat dərsinin real məsələləri ilə əlaqə, məntiqlik və şüurluluq. Yəni, müəllim aydın şəkildə ola bilər ki, müəllim çox maraqlı bir üsulu var, amma onun izahından heç başa düşmək olmur. Yəni, izah aydındırmı, aydın şəkildə izah verirmi, bundan qiymətləndiriləcək. Nümunənin praktik tətbiqliyi, yəni bu müəllimin səsləndirdiyi nümunəni sinifdə tətbiq etmək olacaqmı? Praktik bir nümunədirmi? Praktik işdirmi? Şagirdlər üçün maraqlı olacaqmı bu? Riyaziyyat dərsinin real məsələləri ilə əlaqəlidirmi? Yəni, sırf riyaziyyatla əlaqəlidirmi? Bir də məntiqli və strukturluq varmı? Yəni, burada ardıcılıq varmı? Məntiqi əlaqə varmı? Bax, bu meyarlarla qiymətləndiriləcək. Əks əlaqəni necə verir? Şəxsiyyəti, əslində tərcümə səhvidir, üzr hesab edin, şəxsiyyətə deyil, məzmunu şərh edirik.
Nəyin yaxşı alındığını qeyd edir. Yəni bizim işimiz müəllimə deyil də, müəllimin gördüyü, yəni bizim sözümüz, bizim müsbət, mənfi tövsiyələrimiz müəllimin şəxsiyyətinə deyil, müəllimin gördüyü, təqdim etdiyi işədir, məzmunadır. Nəyin yaxşı alındığını qeyd edirik, nəyi yaxşılaşdırmaq mümkün olduğunu, lakin nəzakətlə, baxın, və peşəkarlıqla göstəririk. İşləri öz aralarında deyil, keyfiyyət meyarları ilə müqayisə edirik. Yəni bizim baxın, dediyimiz baxın bu meyarlarla ki, metodikası aydın idimi, praktik idimi, riyaziyyatla əlaqəli idimi, məntiqi idimi, ardıcıl idimi. Bax, bu meyarlarla qiymətləndirəcək. Burada artıq təlimin sonunda bütün müəllimlər təqdimat edəndən sonra buradakı suallar ətrafında siz müəllimləri refleksiya edə bilərsiniz ki, yəni dinlədikləriniz doğrudan da ola bilər ki, indi o təqdim olunan işlər arasında 1, 2, 3 daha gözəl bir iş olsun, ərsəyə gətirmiş olsunlar. Yəni hansını daha yaxşı bəyəndiniz? Yəni hansını ola bilər ki, məsələn mənim bəyəndiyimi digər bir müəllim bəyənməyə bilər. Mən düşünürəm ki, bu daha yaxşıdır, mən bunu tətbiq edəcəm. Yəni bir neçə müəllimdən fikir ala bilərsiniz ki, məsələn müəllim yoldaşlarınızın təqdim etdiyi üsullardan hansını bəyəndiniz? Hansını sizdən sinfinizdə tətbiq etməyi nəzərə alırsınız, nəzərdə tutursunuz və s. Daha sonra hansı mini məruzə sizə yeni peşəkar ideya və ya insight verdi? Olur ki, nəyisə ətrafında danışanda, müzakirə eləyəndə anidən adamın ağlına bir fikir gəlir ki, bunu belə də etmək olar. Bax, bunu nəzərə alır ki, yəni hansı müəllimin məruzəsində sizin ağlınıza yeni bir fikir gəldi? Məruzələrin müzakirəsində ən dəyərli olan nə idi? Metodikaların tətbiqində hansı çətinlikləri gördünüz və onları dəf etməyi necə planlaşdırırsınız? Yəni, ola bilər ki, hansısa müəllimin təqdim elədiyi bir nümunədə düşünürlər ki, bu hissəsini biz reallaşdıra bilməyəcək. Çünki bizdə bu yoxdur, bu yoxdur, bu yoxdur. Bax, bunu nəzərdə tutur ki, hansısa bir çətinliyi gördünüzmü və bu çətinliyin öhdəsindən gəlmək üçün nə düşünürsünüz? Bu məşğələdən sonra metodik üsulların imkanlarının tərəfinizdən başa düşülməsi necə dəyişdi? Yəni, yanaşmaları dəyişdimi ki, doğrudan da, hə, bax, bu üsul çox faydalıymış, bu üsul çox faydalıymış. Burada nəyə nümunə gətirmək istəyirəm? Bir dəfə bu Freyer modeli adətən Azərbaycan dili dərsində daha çox biz istifadə edirik. Bir dəfə mən açıq dərs planlayırdım. Ümumiyyətlə, riyaziyyatda hansısa üsulları tətbiq edəndə adam biraz çətinlik çəkir ki, bu üsuldan mən necə istifadə edeyim ki, məsələn, bu üsulda dərsimdə istifadə etmiş olum. Bir dəfə mən Freyer modelini götürdüm və tətbiq elədim. Doğrudan da çox qəşəng, maraqlı alınmışdı. Yəni, bax, bunu deyəndə bunu nəzərdə tutur ki, hansı metodik üsullar, yəni düşündünüz ki, hə, əslində düşünürdünüz ki, yox, bu üsul Azərbaycan dili üçün daha məhsuldar bir üsuldur. Amma bugünkü təqdimatdan sonra düşündünüz ki, hə, bunu riyaziyyat fənnində də mən tətbiq eləyə bilərəm. Bax, bu sonuncu sualımız da bunu nəzərdə tutur. Bu da bizdə refleksiya hissəsidir. Və salam. Birinci dərsimiz bu qədər idi. Sualınız varmı? Fərdə müəllimə, bir daha axşamınız xeyir olsun. Axşamınız xeyir müəllim. Olar ki, birinci biz 44-cü dərsi izah eləyək, sonra bu elə bil ki, izahdan sonra bu müzakirəni, yəni dərslərin yerini dəyişək də, belə deyim. Hə, deyirsiniz, yəni ki, ola bilər ki, gördünüz ki, vaxtımız Bəli, çox bəli, gedir, belə qısa daha kəsə yaxşı bilərsiniz. olar. Onda elə Məncə. biləm ki, vaxtı daha idarə etmək olar da, rahat. Əsas o birisidir, məsələn, izah eləyək. Əlbəttə eləmək olar. Olar ki, birinci 43-ü keçək, sonra 41. Elə də eləmək olar. Aydın, çox sağ ol. Zaten bunlar bir-birindən əlaqəli mövzular deyil. O başqa bir mövzudur, bu başqa. İstəyirsiniz, hə, birinci deyirik ki, gəlin əvvəlcə bir dərsimiz var. Onu dinləyək, müzakirə eləyək. Ondan sonra da keçərik sizin ev tapşırıqlarınızın təqdimatına. Belə də eləmək olur. Oldu, çox sağ olun. Buyurun. Təşəkkür eləyirik Fərdə xanım. Necə? Deyirəm, təşəkkür eləyirik. Buyurun, buyurun. İndi bir dənə dərsimiz qalıb müəllimlər. Buna da bir baxaq, göz gəzdirək. Əslində bu da balaca bir dərsdir və maraqlıdır. Yəni bunu əslində bu dərs hazır deyil, platformada yoxdur.
Hülə xanım mənə qaralamasını göndərib. İndi ola bilər ki, içərisində səhvlər görəcəksiniz. O səhvlərə görə üzr hesab eləyin. Dediyim kimi mən də gec gəldim. Yəni bacardığım qədər düzəliş eləməyə çalışdım. Deməli dərsimizin adı şagirdlərin səhvlərinin analizidir. Niyə səhvlərin analiz edilməsi vacibdir? Yəni təhlil edilməsi, səhvlər üzərində niyə dayanmalıyıq? Şagirdlərin səhvi sadəcə yanlış cavab deyil, düzgün formalaşdırılmamış bir hərəkət və ya anlayışın siqnalıdır. Yəni şagird səhv eləyirsə, deməli bu səhv başa düşüb də. Yəni bu sadə bir nə bilim addım kimi, sadə bir dərs mərhələsi kimi bu səhvə yanaşmaq lazım deyil də. Səhv varsa, deməli o düzgün başa düşməyib, düzgün anlamayıb və anladığı yolla da gedir. Səhvlərlə iş imkan verir ki, nəyə imkan verir? Uşaqların real çətinliklərini görmək, rəsmi boşluqlardan başqa. Uşaqların real çətinliklərini görmək, rəsmi boşluqlardan başqa. Yəni, rəsmi boşluq bilirsiniz deyəndə nəyi nəzərdə tutur? Uşaq ola bilər ki, hər hansı bir qaydanı deyir ki, tutaq ki, sahəni tapmaq üçün uzunluğu ilə vurmaq lazımdır və yaxud perimetri tapmaq üçün tərəflərin cəmini toplamaq lazımdır və yaxud deyir ki, toplananı tapmaq üçün cəmdən digər toplanana çıxırıq. Yəni, kör-körənə ola bilər ki, bunu əzbərləyib, amma tətbiq eləyə bilmir. Bax, rəsmi boşluq deyəndə bunu deyir, amma real çətinliyini görmək lazımdır ki, yəni şagird bunu öyrənib, əzbərləyib deyir, bəs bunu tətbiq eləyə bilirmi? İzah etmə metodologiyasını düzəltmək, yəni yerinə yetiribsə bir izahını versin ki, bunu necə tapıb. Heç vaxt biz, əgər şagird izah verməsə, biz bilə bilmərik ki, o hansı mərhələdə axsadı, hansı mərhələdə boşluğu oldu ki, gəldi bu hissəyə çıxdı. Həmişə, məsələn, toplamada da, vurmada da, çıxmada da, bölmədə də yanlış cavabı alanda soruşuruq ki, sən necə elədin ki, bu cavabı aldın? Və biz artıq o izah eləyəndə bilirik ki, hə, bax, bu buradadır bunun səhvi. Ona görə də mütləq izah edə bilməlidir uşaq. Dediyini izah edə bilməlidir. Yəni, öz sözləri ilə də olsa, mən demirəm, terminlərlə izah eləsin. Amma mütləq necə elədiyini səsləndirməyi bilməlidir. Öyrənməni şüurlu, mexaniki yox, yəni şüurlu təşkil etmək, yəni tərcümə səhvinə görə üzr hesab eləyin. Yəni, burada da cümlənin mənası biraz qarışıqdır. Yəni, öyrənmə bir mexaniki olmalı deyil də, şüurlu olmalı. Açar metodik prinsip. İndi əslində bu bilmirəm, bəlkə də bu tərcümədə, indi mən bilə bilmədim ki, bu sözün yerinə nə qoysam daha yaxşı olar. İndi əsl tərcümədə yəqin ki, bu düz gələcək, bəlkə də belə qalacaq elə. Açar metodik prinsip, biz cavab deyil, hərəkət formasını analiz edirik. Sadəcə bu yanlışdır demək önəmli deyil, suallara cavab vermək lazımdır. Yəni, deyir ki, bu səhv eləmirsən, bu səhvdir deməklə kifayətlənməməliyik. Uşaq hansı riyazi əməliyyatı həyata keçirib? Səhvin əsasını təşkil edən anlayış nədir? Hansı mərhələdə məna yanlışlığı baş verdi? Elə mənim bayaq dediyimə gəlib çıxır bu da. Yəni, uşağın səhvinə baxırıq, səhvi nəyə görə eləyib, bu əsası tapırıq ki, harada elədi bu səhvi və nəyə görə bu səhvi, nəyi səhv başa düşüb ki, hansı algoritmdə yanılıb ki, gəlib bu cavaba gəlib çıxıb. Biz harada dayanmalıyıq, hara kimi gəlir, harada axsayır, harada dayanmalıyıq, harada yenidən izah verməliyik, harada yenidən biz möhkəmləndirmə eləməliyik və s. Vurma zamanı tipik səhvlər. Qarşınızda ikinci sinif şagirdlərin yayılmış səhvlərinə aid nümunələr nümayiş etdirilib. Bərabər qrupları dərk etmədən vurmanı toplama ilə əvəz etmək. Yəni, dərk eləmir ki, eyni sayılı əşya qruplarını vurma ilə əvəz eləyə bilərik biz. Götürüb onu toplama ilə əvəz eləyir. Yanlış faktorlar seçimi, yanlış faktorlar seçə bilir. Yəni, toplama əvəzinə vurma, vuruq əvəzinə toplananlar seçə bilir. Məsələn, 3 vur 4 və 4 vuruş yazısını başa düşülməsində səhv ola bilər. Bilirsiniz ki, layihəmizdə əslində bizim dərsliyimizdə və bizim iş dəftərlərimizdə əvvəlcə qrup sayı götürülür, sonra qrupun içərisindəki əşya sayı və bu müəllimlərin içərisində də böyük narazılığa səbəb olur. Amma layihədə isə tələb edirlər ki, əvvəlcə əşya sayını saysınlar, bir qrupun içərisindəki əşya sayını, sonra qrupun sayına vursunlar. Yəni, birinci vuruq əşya sayı olmalıdır, ikinci vuruq qrup sayı.
Və yaxud birinci vuruq olmalıdır çoxluqdakı element sayı, ikinci vuruq olmalıdır çoxluq sayı. Yəni layihə belə istəyir. Mənasız dəstək, mən sabah bu məsələni də Yulə xanımla müzakirəyə qaldıracağam ki, niyə məhz belədir? Yəni uşaqlar valideynlə, müəllimlər çox narazılıq eləyirlər ki, valideynlərlə də aramızda yəni anlaşılmazlıq olur. Biz şagirdə belə öyrədirik, onlar gedirlər evdə, dəftərdə, kitabda necədirsə səhv yönləndirirlər onları və biz çətinlik çəkirik. Hətta indi mən onlara dedim ki, layihə sizə necə deyirsə elə öyrədin. Çünki summativdə də bu sizin qarşınıza çıxacaq. Yəni, summativdə də uşaq səhv eləsə, siz o uşağın həmin o tapşırığa görə balı gedəcək. Mənasız dəstək olmadan cədvəlin mexaniki öyrənməsi. Yəni, cədvəli şagird düzlüyə əzbərləməlidir vurma cədvəlini. Amma o dərk edərək əzbərləməlidir ki, 2 vur 4, yəni 2 dənə 4 deməkdir. 3 vur 4, 3 dənə 4 deməkdir. 4 vur 4, 4 dənə 4 deməkdir. Yəni, hər hansı bir mərhələdə ilişsə, məsələn, sonraki vurmanı tapmaq üçün bilsin ki, üzərinə bir dənə 4 qoysa, artıq sonraki hasili tapacaq. Üzərinə bir dənə sonraki hasili tapacaq. Yəni, bunu mənasını dərk edəndən sonra əzbərləməlidir. Xəta 1, yəni bir səhv növünü göstəriblər burada. Çoxaltmanın mənasını anlamaq. Nümunə olaraq 3 vur 4 və bərabərdir. 3 üstə gəl 4 bərabərdir 7. Uşaq vurma işarəsini toplama ilə ayırt etmədən hər hansı birləşdirici işarə kimi qəbul edir. Yəni, uşaq elə bilir ki, 3 vur 4 elə 3 üstə gəl 4-ə bərabərdir. Yəni, 3 vur 4-ün də nəticəsi elə 7-yə bərabərdir. Yəni, belə qarışıq sala bilər. Yəni, bunu toplama, birləşdirmə, bir yerdə çoxluq elementinin bir yerdə sayılması kimi götürə bilər. Səbəb nədir? Eyni cəmlər kimi çoxaltma anlayışı formalaşmayıb. Yəni, şagird bilmir ki, eyni sayılı əşya qrupları, təkrarlanan əşyalar, təkrarlanan sayılar, yəni bu haqda onun məlumatı yoxdur. Ona görə də vurmanı ilə toplama ilə qarışdırır. Daha sonra burada bizə bir tapşırıq veriblər. Əslində bunu mən tərcümə etməyə çalışdım, amma bu şəkildir deyə. Bunu şəkildə kəsib qoyublar bura. Üstündəki yazını da bu səbəbdən mən dəyişə bilmədim. Amma aşağısında mən Azərbaycan dilində tərcümə yerləşdirdim ki, sizin üçün çətin olmasın. Şəkildə neçə qrup göstərilir? Belə bir sual verir. Hər qrupda neçə həşərat var? Ümumi həşərat sayını tapın və vurma nümunəsini qurun. Və burada indi məsələn bizdə bizim dərsliyimizə və bizim iş dəftərimizə əsaslansaq, deyirik ki, 4 dənə qrup var. Birinci yazmalıyıq 4. Hər qrupda da 5 ar var. 4 vur 5. Amma layihənin götürdüyü ilə biz yanaşsaq, əvvəlcə bir qrupdakı arıları vurma. Birinci vuruq kimi bir qrupdakı arıların sayını verməliyik 5. Vurulsun qrupların sayı 4. Yəni birinci vuruq 5, ikinci vuruq 4 olmalıdır. Bu səhv hansı təlim mərhələsində? Uşaq da vurma əvəzinə əslində nə bizim dediyimizi deyir, nə də yəni nə kitabın dediyi, nə layihənin dediyi. Uşaq götürür, ikisinin əvəzinə burada toplama yazır. Yəni vurma yazmır. Qrupların sayını qarışdırmır, əməli qarışdırır. Bu səhv hansı təlim mərhələsində yarana bilər? Hansı modellər mövzulu, qrafik, sxematik onun qarşısını almağa kömək edəcək? Yəni, biz bu sualla gedirik müəllimlərə ki, baxın, elə bilin ki, sizin şagirdiniz bu tapşırığı səhv anlayır və belə bir toplama əməli yazıb gətirir. Sən bu mərhələdə şagirdini necə başa sala bilərsən? Hansı üsuldan istifadə edərsiniz, izah edərsiniz? Hansı əyani vəsaitdən istifadə edərsiniz? Şəkil ola bilər bu, real əlinizin altındakı əşya ola bilər və s. Və burada görürsünüz qeyd olunub. Qrafik ola bilər, sxem ola bilər. Nədən istifadə edib? Siz bu səhv başa düşən uşağınızı, şagirdinizi yenidən başa salacaqsınız. Bax, bu müəllimlərə edəcəyimiz birinci nömrəli tapşırıqdır. Bunun üzərində dayanırsınız və bir neçə müəllimdən cavab alırsınız, müzakirə edirsiniz. Bu birinci tapşırıq. Daha sonra ikinci tapşırıq. Çoxluq və çoxluqdakı əşya sayını rollarının qarışdırıldığı. Yəni, danışdığımız məqam ki, əvvəlcə hansını götürməliyik. Və uşaqlar bu mərhələdə çox, hansı ki, öyrənmə bacarığı aşağı olan uşaqlarımız, öyrətdiyimiz, yəni, hansı
qaydada öyrədiriksə, indi əvvəl biz öyrədirdik, deyək ki, biz də, yəni ənənəvi ilə, layihə müəllimləri olmayaraq biz keçəndə şagirdlərimizə öyrətmişik ki, əvvəlcə qrup sayı, sonra əşya sayı. Hətta bu mərhələdə belə uşaqların çətinliyi olurdu. Qarışdırırdılar. Bəziləri götürürdü əşya sayını birinci yazırdı. Yəni bu mərhələdə uşaqlar çətinlik çəkirlər. İndi görün hələ layihə uşaqları necə çaşqınlıq yaşayırlar. Yəni müəllim belə öyrədir, dərslikdə belə görürlər. Onlar yəqin ki, daha çox çətinlik olar. Tapşırıq 4 qutuda 3 karandaş var. Ümumilikdə neçəsi var? Şagirdin həlli 3/4. Niyə belə olduğunu anlamadım. Yəni bilmir, başa düşmür, sadəcə götürür, yazır 3/4. Bu mərhələdə demək vacibdir. Hər bir çoxaltanın nəyi ifadə etdiyini, hər bir çoxaldan deyəndə nəyi nəzərdə tutub? Çoxaldan deyəndə hər bir vurğun olmalıdır burada. Hər bir vurğun nəyi ifadə etdiyi, hansı ölçünün təkrarlanması, hansı ölçünün yox, hansı sayın təkrarlanması nəticənin nəyi ifadə etdiyi. Bircə dəqiqə müəllimlər. Burada düzəliş etdim. Vurğun. Hansı sayın nəticənin nəyi ifadə etdiyi. Və burada nə vacibdir? Cavab düzgün ola bilər, amma hərəkətin mənası şüurlu deyil. Yəni, şagird cavabı düzgün tapa bilər, amma deyir ki, mütləq şuurlu şəkildə dərk eləməlidir ki, birinci vuruq nəyi göstərir, ikinci vuruq nəyi göstərir, hasil nəyi göstərir. Bilməlidir ki, hasil artıq bu qrupdakı əşyaların ümumi sayıdır. Sayına bərabər olan bir ədəddir. Bölmə zamanı tipik səhvlər, tez-tez rast gəlinən səhvlər nədir? Bölmənin qeyri-ixtiyari çıxma ilə əvəzlənməsi. Yəni, baxın, toplamada elədikləri, vurmada elədikləri səhvlər o idi ki, vurmanı toplama ilə əvəz edirdilər. Bölmədə də elədikləri səhvlər odur ki, çıxma ilə əvəz edirlər. Neçə və neçə qrupla sualını yanlış anlaması. Cədvəlinə görə mexaniki cavabın seçilməsi. Deməli, burada da mən bunları düzəltmişəm, yadımdan çıxıb bunlar qalıb. Şagirdlərin səhvləri, səhvin təsviri necə düzəldə bilərik? Belə bir cədvəl verib bizə. 0 ilə və 1 ilə əlaqəli olan səhvlər. Məsələn, 7-ni vurub 0-a şagird yazıb bərabərdir 7. Bəs bunu necə təsvir etməliyik? Biz heç nə əlavə olunmadı, əvvəlki kimi qaldı. Amma əslində bu əvvəlki kimi, heç nə əlavə olunmadı, əvvəlki kimi, hə. Yəni, şagird belə düşünür ki, 7-ni 0-a vurub, heç nə əlavə olunmayıb, ona görə də əvvəlki kimi qalıb. Bəs necə düzəldə bilərik biz bu səhvi? Boş səbət, 7 dəfə boşluğu götürürlər, nəticədə nə oldu? Yəni, boş bir qutu göstərə bilərik şagirdə. Deyə bilərik ki, gəl bunun içərisindən 7 dəfə heç nə götür. Bir dəfə götürür, heç nə yoxdur. İkinci dəfə götürür, heç nə yoxdur. Və götürdüyünü kənara qoysun, heç nə yoxdur. Və 7-ci dəfə baxır. Yaxşı, 7 dəfə heç nə götürdün. Sənin əlində nə oldu? Heç nə. Amma sən 7 yazmısan. Yəni, belə əsaslandıra bilərik. Daha sonra 5 bölünsün 5 bərabərdir 0 yazıb şagird və düşünür ki, hamısını payladılar, heç nə qalmadı. Bu səbəbdən 0 yazıb. Bəs necə olmalıdır? Ədalət 5 konfet 5 uşağa. Yəni 5 konfeti 5 uşağa paylamışıqsa, hər birinin payına nə qədər düşür? Nə üçün ədalət yazılıb burada? Yəni şagird paylayanda ədalətli olmalıdır da. Çünki nə üçün ədalət qeyd olunub? Ola bilər ki, bir uşağa 2-sini versin, bir uşağa 3-ünü versin, bir uşağa 1-ni versin. Yəni, bilməlidir ki, bu 5 konfet 5 nəfərin hər birinə çatmalıdır. Ona görə ədalətli bölgü olmalıdır. Ədalətli bölgü olacaqsa, o zaman artıq şagird görəcək ki, doğrudan da hər kəsə 1 dənə düşür, 0 dənə düşmür. Və bunu real olaraq müəllim dondurma çubuğundan, saat çöpündən, karandaşlardan və s. əlinin altında nələr varsa onlardan istifadə edə bilər. Daha sonra şagirdin elədiyi səhv 0 bölünsün 3 bərabərdir 3. Çıxma ilə səhv saldılar. Yəni 3-dən axır 0-ı çıxanda 3 qalır.
çıxma ilə səhv salıblar. Heç nə yox idi. Bəs necə biz bu səhvi düzəldirik? Yəni sıfır heç nədir də. Heç nə yox idi. Əgər torba boşdursa, nə qədər adam gəlsə də, onlar əli boş gedəcəklər. Yəni bayaq şagird tək özü 7 dəfə əlini salırdı, qutudan nəsə götürürdü. Burada isə torba boşdur və 3 nəfər çağırıb, hər kəs torbadan nəsə götürməyə çalışır, amma heç biri heç nə götürə bilmir. Yəni elə onlar yenə də özləri qalırlar. Daha doğrusu heç nə qalmırdı. Onlar heç nə götürə bilmirlər, əli boş gedirlər. Bu da heç nə yox idi üsulunun izahıdır. Şagird artıq bunu görəndə düşünəcək ki, bəli, 0-3-ə böləndə 3 alına bilməz. Çünki 0 heç nədir. Onlar nə qədər çox gəlsə də, 3 gəlsə də, 5 gəlsə də, 10 gəlsə də, onlar əllərində heç nə apara bilməyəcəklər. Kimsə nəsə demək istəyirdi? Xeyr, mənim əlimdə idi, ona görə. Bir də Fəridə xanım, sıfıra bölmək olmazla bağlı bu slaydlarda nümunə var. Nə ilə bağlı? Sıfıra bölmək olmaz qaydasını toxunulub burada. Yox, toxunulmayıb. Tamam. Toxunulmayıb. Maraqlıdır, niyə toxunmayıblar? Çünki bəzən müəllimlərə də kökünə gedəndə baxırsan səbəbini bilmir. Bir slaydda yazılsa məncə yaxşı olardı, ya özünü şifahi qeyd edirlər. Yaxşı olardı ki, elə ona aid də. Baxın, buradakı nümunələr əslində maraqlı nümunələrdir. Əslində ona da bir şey fikirləşib əlavə etmək olar. Amma vaxtımız yoxdur, sabaha kimi bilmirəm, bəlkə də düşünüb bir şey eləyərik. Bölmənin, söz vermirəm, amma əlavə etməyə çalışaram. Bölmənin mənasını başa düşməmək, nümunə, 12/3 bərabərdir 4, cavab düzgün alınıb, lakin şagird 4 ədədinin nə demək olduğunu izah edə bilmir. Müəllimlər, əgər sizin bir nümunəniz olsa, siz paylaşarsınız, mən əlavə eləyərəm, belə də olar. Çünki yəni, siz üzərində işləyə bilmirsiniz, bu səbəbdən deyirəm. Bölmənin mənasını başa düşməmək, nümunə. Cavab düzgün alınıb, lakin şagird 4 ədədinin nə demək olduğunu izah edə bilmir. Yəni, bəli, bölüb, 3-ün vurmasını əzbərləyib, bilir ki, 3-ü 4-ə vuranda 12 eləyir və cavabı yazıb. Amma başa düşmür ki, bu 4 nə deməkdir? Səbəb, bölmə rəsmi əməliyyat kimi qəbul edilir, aşağıdakı kimi deyil. Yəni, rəsmi, kör təbii şəkildə əzbərləyib də mənasını bilmir. Bərabər qruplara ayrılma, yəni bölməni belə mənimsəməyib də, bilmir ki, bölmə bərabər qruplara ayrılma deməkdir, yoxsa qrupdakı sayın tapılması deməkdir. Yəni, bu iki məqamı şagird dərk etməmiş, bölmə eləyirsə, 4-ün nə olduğunu təbii ki, bilməyəcək. Və inanın ki, müəllimlər, o 4-ün nə olduğunu bilməyən uşaq sonra irəlidə sütunla bölmədə də elə həmin o çətinlikləri yaşayır, bölür, amma yəni gözünün önündə gətirə bilmir ki, mən bu böləndən sonra aldığım ədəd nədir. Amma hansı uşaq ki, çox qəşəng dərk edir. Böyük ədədləri belə şifahi şəkildə beynində bölür. Çünki bilir ki, məsələn, 80-i 20-yə bölürəmsə, mən bu 80-i 20-20 ayırmalıyam beynimdə. Onun beynində o formalaşanda daha yaxşı şifahi bölməni yerinə yetirə bilir. Amma kör təbii öyrənəndə, əzbərləyəndə çox çətinliklə bölürlər. Daha sonra müəllimlərlə edəcəyimiz tapşırığın biri də oyun kartlarının paylanması üsulunun istifadəsini müzakirə edin. Bir də müəllimlər, bu yerdə bayaq ağlıma gəlmişdi, istədim sizə deyim ki, danışım qutarım, sonra deyərəm. Sonra da artıq mövzu bitdi. Bax, bayaq ki, mövzu vardı, o hansı ki, müəllimlər təqdim eləyəcəklər və müzakirə eləyəcəksiniz. Yaxşı olar ki, siyahınızdakı müəllimlərlə, məsələn, elə ekranınızda o Teams-in siyahısını açıb bölüşə bilərsiniz və deyərsiniz ki, buradakı sırayla siz əks əlaqə verəcəksiniz yoldaşınıza. Məsələn, tutaq ki, adı birinci olan müəllim təqdim etməyə başlayırsa, onun adından sonra gələn müəllim ona izah verəcək. Və yaxud ondan sonra indi onun adının altında olan müəllim təqdim eləməyə başlayırsa, digər müəllim və yaxud ola bilər ki, siz özünüzün hazırladığınız bir siyahını, çünki Teams-də ola bilir ki, biri çıxır, biri girir, sonra orada siyahı dəyişir. Və yaxud özünüz Word-də hazırladığınız bir siyahını bölüşə bilərsiniz. Deyə bilərsiniz ki, baxın, bu ardıcılıqla biriniz təqdim eləyəcəksiniz, biriniz rəy verəcəksiniz. Çünki bu müəllimlərin hər birinin cəlb olunmasına şərait yaradacaq. Əks təqdirdə, məsələn, elə 3, 4, 5, 6 müəllimimiz var ki, aktivdir, hər kəsə onlar rəy vermək istəyirlər. Digərləri də pasiv şəkildə
kamerasını və mikrofonunu bağlayır, evdə öz işini görür. Yəni bu üsuldan istifadə edə bilərsiniz ki, hər biri məsuliyyətli olsun. Oyun kartlarının paylanması və hər biri prosesdə iştirak eləsin. Oyun kartlarının paylanması üsulunun istifadəsini müzakirə edin. Yəni biz məsələn şagirdlərə misal göstərə bilərik. Onlar hal-hazırda oynadıqları, onlar üçün inkişaf etdirici UNO kartları var. Məsələn UNO deyə bilərik ki, siz və yaxud başqa bir ola bilər ki, hər hansıdır. Mənim adını bildiyim UNO-dur. Bu kartları paylayanda necə edirsiniz? Yəni 5 oyunçu varsa, birinə bir kart, birinə 2 kart, birinə 3 kart vermirsiniz ki, hər birinə eyni sayda kart verirsiniz də. Yəni bu üsulun bir istifadəsini müzakirə edin. Hər kəs bərabər almalıdır. Olan oyun vəziyyəti vasitəsilə bölməni necə izah etmək olar? Bax, belə bir tapşırıq verir. Təbii ki, müəllimlər artıq misal gətirəcəklər ki, məsələn, hansı kartla uşağı izah etmək olar ki, bax, bu kartla oyun oynayırsınız, necə paylayırsınız? Bunu biz müəllimlərdən alacağıq. Daha sonra tapşırıq 3-dür. Yenə burada da yenə şəkildir deyə mən buradakı rus dilindəki şriftləri dəyişə bilmədim. Bizdə belə olmayacaq, narahat olmayın. Yəqin ki, inşallah ki, sabaha kimi materialı çatdıracaqlar bizə. Şagirdlərin probleminin olsa belə altında tərcüməsi var. Şagirdlərin probleminin həllinə kömək edə biləcək daha çox sual düşünün, deyir. Burada əslində bir sual özü verib. Müəllim şagirdləri 6 komandaya ayırdı. Hər komandada 4 şagird oldu. Sinifdə neçə şagird var imiş. Bir sual özü verib. Və biz müəllimlərə deyirik ki, təsəvvür edin ki, bu sual yoxdur. Müəllim şagirdlər artıq 6 komandaya ayırdı. Hər komandada 4 şagird oldu. Biz bu məsələ üçün hansı tipli sualları təklif edə bilərsiniz? Onlar bu sual düşünsünlər və desinlər. Sonra mətn tapşırıqları, şərtdəki tuzaqlar. Tez-tez uşaqlar marker sözlərinə reaksiya verirlər. 2-dən çox görən zaman toplama edirlər. 2 dəfə çox dedikcə isə intersiyaya görə toplamaq əhvalındadırlar. İnersiyaya. Müəllimlə, belə söz var, bu inersiya sözü var. Ümumiyyətlə, mən tanış deyil bu söz. Eşitmişsiniz mi? Müəllimə, immersiya olmalı 2 m ilə. İmmersiya. Enerji var axı. İnersiya var müəllimə? Var mı? Rus Rus Yəni dilində var. İnersiya, hə. İnersiya da. Rus dilində var, это inersiya da, по İnersiya inersiya özü идет. gedir A, də. inersiya что такое? O sürətlə gedir, sonra özü Sürətlə gedir. gedir. Уже özü gedə-gedə. Как бы по инерции идет, да, допустим, bir nümunə gətireyim. Maşın sürəndə, bəlk sürürsən, ha. Onu tormoz vuranda, o tormozu sразу tutmur. İnersiyaya qədər bir müddət o gedir sravno. Onun gediş haqqı olur. Məsələn, top atırsınız, sonra özü biraz Özü yavaş-yavaş topu gedir. Yavaş-yavaş gedir. İnersiya İnersiyanın kimi. gedir. Po inersiya idет. Amma bizdə bu sözün Bizdə əvəzlənməsi immersiya Yox, o müəllimə. fizikada var, fizikada inersiya bizdə olmalıdır. immersiyadır. Bizdə də var, Ayşun müəllim. Bəli, Fərdi müəllimə. bəli. Ətalətdir adı. Ətalət, Ətalət. bəli. İnternetdə baxdım var. Fiziki bəli, bir ətalət hadisədir. Hə, Düzdür. ətalət. Hı -hı. Onda biz Sükunətdə qalmaq. Ekolojik onda fizika Müntəzəm dərsindən keçirik. hərəkətdədirsə, müəllimə düz elə dediyi kimi, müntəzəm bir hərəkətdə olan şey davam edir də hərəkətini. Davam etdirmək istəyir. Bəli, bəli. Onda necə yazaq? İmmersiya yazaq, ətalət yazaq. Nə deyirsiniz? Ətalət, Inersiya. ətalət. Ətalət yazmaq olar. Ətalətdir. Mən də baxdım perevod. Ətalət daşı zakonu var. Fizikada. Hə, ətalət qanunu var. Ətalət qanunu var Azərbaycan dilindədir. Hə, belə yazdım. Ətalətə uyğun olaraq yazdım onda. Çox sağ olun müəllimlər, təşəkkür edirəm. O sözü heç mən görməmişdim. Tez-tez uşaqları, deməli uşaqlar 2-dən çox görəndə, 2 dəfə çox görəndə ətalətə uyğun olaraq toplayır. Çünki vurmadan əvvəl toplama keçiblər və həmişə 2 dənə çox görüblər. 2-dən çox 2 dənə olmalıdır. 2 dənə çox görüblər və 2 dənə çox görəndə də toplayıblar. İndi 2 dəfə çox görəndə də yəni artıq vərdişə çevrilib, götürürlər, neynirlər, toplayırlar.
toplamaq istəyirlər daha doğrusu. Müəllimlər üçün diaqnoz tapşırığı. 2 tapşırıq verilib. Hər ikisində 6 və 2 sayıları var. Lalənin 6 konfeti var. Əlinin isə 2 dəfə daha çoxdur. 2 dəfə daha çoxdur. Lalənin 6 konfeti var. Bu Əlidən 2 dəfə çoxdur. Niyə ikinci halda uşaqlar kütləvi şəkildə, yəni əlinizdə 2 dəfə daha çoxdur, əlini tapmaq üçün zaten 6-nı 2-yə vuracaqlar. Amma ikincidə isə adətən belə hallar olur da. Uşaqlar nə edirlər? Götürürlər, burada da yenə 6-nı 2-yə vururlar. Çünki 2 dəfə çox sözünü görürlər və mexaniki olaraq deyirlər 2 dəfə çoxdursa 6-nı vurmalıq 2-yə də. Yəni daha başa düşmürlər, bu sözünə diqqət etmirlər. Əslində bölməli idilər. Biz deyirik, bu Əlidən 2 dəfə çoxdur. Yəni Lalənin konfeti Əlidən 2 dəfə çoxdur. Bunu da yenə müzakirə edirik və burada da müəllimlərin maraqlı, əslində keçən il, o birisi il maraqlı bir üsulları var idi hərəsinin özünün. Deyirdilər ki, yəni biz belə eləyirik ki, yadlarında qalsın, mən deyirəm, bu sözə baxın, biri deyirdi, karandaşla həmişə altından xət çəkdirirəm. Biri deyirdi ki, nə bilim, bunun üzərindən nə isə belə işarələrək deyirəm ki, bu gördünüz tizə işarəliyin, buna diqqət etməlisiniz və s. Belə bir izahları olurdu. Daha sonra böyük, deməli bu mətn tapşırıqları şərtdəki tuzaqlar. Şərtdəki tuzaq deyəndə, yəni burada cümlələrdə konkret, cümləyə diqqət etməlidirlər, mənaya diqqət etməlidirlər, şərtdəki tuzaqlar. Bir də böyük kiçik tuzaq var. Görək bu nədir? Birinci rəfdə 8 kitab var. Bu ikinci rəfdəkinin 2 dəfə azdır. İkinci rəfdə neçə kitab var? İkinci rəfdəkindən olmalıdır. 2 dəfə azdır. İkinci rəfdə neçə kitab var? Tipik səhvlər 8-i 2-yə bölür 4. Uşaq kiçik və 2 dəfə sözlərini görür. Onun beyni dərhal bölməni seçir. Bu sözünü nəzərə alınır. Uşaqlara şərti başqa sözlə ifadə etməyi öyrətmək vacibdir. Əgər birinci rəfdəki kitablar 2 dəfə kiçikdirsə, deməli, ikinci rəfdə 2 dəfə daha çoxdur. Və bu deyəndə, mən əslində belə öyrədirəm, bilməm siz necə edirsiniz. Mən bu deyəndə deyirəm ki, bu sözünün yerinə birinci rəfdəki kitabı qoyun. Yəni, vergüldən əvvəl haqqında nə danışılıbsa, bunun yerinə siz onu qoyun, elə oxuyun. Məsələn, birinci rəfdə 8 kitab var. Birinci rəfdəki kitab, ikinci rəfdəkindən 2 dəfə azdır. Onu da daha yaxşı başa düşürlər. Daha sonra bu belə mətn tapşırıqları. Şagird səhvini analiz etmə alqoritmi. Təklif olunan alqoritm nədir? Yəni, müəllimlərə nə təklif olunur? Səhvi qeyd edin. Mütləq qeyd etməlidir müəllim ki, şagird nəyi səhv edir? Şagirdin hansı hərəkəti etdiyini müəyyənləşdirin. Yəni, prosesə baxın ki, görək nə üçün səhv edib? Hansı alqoritmdə onu səhvi, hara kimi doğru gəlib, harada səhv edib? Səhvi nədədir? Nəyin üstündə dayanmalıyıq? Səhv təsəvvürləri və ya ümumiləşdirmələri aşkar edin. Səhvi aradan qaldırmaq üçün üsul seçin və müəllim düşünməlidir ki, hə, bax, deməli, mən bir neçə dəfə bu uşaq başa düşməyib, yenə də bu yerdə axsıyır, bu yerdə boşluğu var. Bəs mən neyniyim? Yəni, müəllim bundan əvvəlki üsuluna təzdən qayıtmalı deyil. Zaten siz bunu bir neçə dəfə demişsiniz, bu uşaq da eşidib də, bu bunu başa düşməyib. Fərqli bir üsul seçməliyik, fərqli bir yanaşma və bizi ən çox elə o inkişaf elətdirən, o başa düşməkdə çətinlik çəkən uşaqlarımızdır ki, deyirik, bu belə başa düşməli, mən neyinim ki, bunu başa salım, nədən istifadə edeyim, necə başa salım, nə göstərim, nə nümunə verim, dərsdə profilaktikanı düşünmək. Elə profilaktikada düzəlişdir də, səhvlərin üzərində işləməkdir, dərs vaxtıdır bunu düşünmək. Şagird səhvini analiz etmək üçün alqoritmləri verib burada bizə. Vəzifə 4. İfadəni nəzərdən keçirin, 12 bölünsün 3 qruplar üçün vəzifə. Bu ifadəyə 2 fərqli sujet məsələsi düşünün, yəni 2 dənə məsələ düşünəcəklər. Bir qrupdakı əşyaların sayını tapmaq üçün, qrupların sayını tapmaq üçün. Bir elə eləyin ki, bir məsələdə əşya sayını tapsınlar, bir məsələdə isə qrup sayını tapsınlar. Hər bir məsələyə dəstək sualları formulə edin. Yəni, bir məsələ üçün bir neçə sual fikirləşə bilərlər.
Bu da bunların dördüncü tapşırığı. Bu da artıq nədir? Nədir? İmtahan vəzifələri. Yəni burada səhv tərcümə olunub. Əslində yəni platformada iş, dərs nəticələri. Bu da bizim refleksiya suallarımız. Bu sualların ətrafında da refleksiya edə bilərsiniz. Bir də müəllimlər. Əgər siz görsəz ki, məsələn, bu dərs bizdə belə oldu da, onsuz da onlayn deyəcəkdim ki, tapşırıq açılmasa, Elmira müəllimə çox qəşəng yazmışdı keçən dəfə burada ki, deyin ki, müəllimlər əvvəlcədən işləyib gəlirlər, ona görə tapşırığı dərsdən sonra açılacaq. Mən belə dedim əslində. Doğrudan da əslində bu düz yanaşmadır. Dərsdən sonra açılsa daha yaxşı olar. Çünki işləyib gəlirlər, otururlar, deyirlər, biz tapşırıq da işləmişik. Tez bitirək gedək. Çoxsu belə deyil. Ona görə də tapşırıq elə sonradan açılsa daha yaxşıdır. Fərdə müəllimə, məndən olsa təlim günü onların səhifələri bloklansa lap yaxşı olar. Ay Allah, deməyin. Onlar işləmədiyi tapşırıqları gəlib işləyirlər. Keçən dəfə mən elə özümdən dedim, orada təlimçilər təklif edib ki, müəllimlərin səhifəsi bloklansın. Keçən dəfə də Elmira xanım dedi ki, biz bilərəkdən elə deyin ki, yəni bu təlim vaxtı işləməsinlər deyənə. Məndən olsa səhifələri təlim vaxtı bloklansa yaxşıdır. Çünki işləmədiyi tapşırıqları gəlib otururlar, sonra mane olurlar, o birisinə deyirlər, sən aç səhifəni, oradan bir-birlərinə baxıb yazırlar. Ona görə elə açılması səhifələri ümumiyyətlə daha yaxşı olar. İnanın ki, müəllim, çox gözəl təklifdir bu, çox gözəl təklifdir. Məndə də eyni vəziyyətdir. Yəni sizdə, məndə, Pəri müəllimə ilə də o gün biz müzakirə edirdik, onda da elə. Yəni bir neçəsində belədirsə, deməli çoxluqda belədir. İnanın ki, nə qədər biz onları mənimlə zəhmət olmasa qulaq asaq, stollarını çöndəririksə, yenə də o uşaq, elə o rəqəmsaldakı uşaqlar kimi bir gözləri kompüterdədir. Çox yaxşı olar. Biz gərək bunu müzakirə eləyək. Ki, onlar otursunlar, sırf müəllimi dinləsinlər. Çünki belə dinləmirlər. Siz dediyiniz kimi, kimsə Nuh həyamındakı tapşırığı qalıb, deyirəm, ay müəllimlər, siz bura tapşırıq eləməyə gəlmişsiniz. O saat başlayırlar, vaxtımız olmur, evdə eləyə bilmirik. Səhifələrinə bütün attestasiyalarını, tapşırıqlarını hamısını saxlayırlar təlimə. Çoxsu. Eynən Fərdə müəllimə, eyni durumdur. Biz bunu müzakirə edərik. Yəni, eləmək olursa doğrudan da təlim zamanı bloklasınlar, girə bilməsinlər səhifəyə. Sonra gedib girsinlər. Təlim günündə bir neçə saatdır da, sonra da gedib evdə girib işləsinlər. Onda daha yaxşı olar. Məcbur olub qulaq asacaqlar bizə. Yəni ki, bir sualla cəlb eləyirik, sonra təzdən yenə olmaz axı bir adamla nə qədər sual verib cəlb eləyəsən də tək ondan tutub danışa bilmərik. Buyurun Qumru müəllimə. Fərdə xanım, bu dərsimiz səhvlər üzərində işidir, düzdürmü? Dərsə mövzusu. Bəli. Fərdə xanım, məndə ikinci sinifəm. Biz artıq o layihədə artıq romanı bitiriblər. Söhbət dərsin birinci hissəsindən gedir. Tildə, üzdə bu mövzudadırlar. Bu səhvlər üzərində iş onlara bir də vurmaya qayıdacaqlar ikinci yarım ildə. Olmazdı Fərdə xanım. Deyirsiniz, yəni gec qalmayıb bu, hə? Bəli. Əslində, baxın, müəllimə, hə. Məsələn, ikinci sinifdə 2 mərhələdə öyrənilir də. Birinci mərhələdə sırf şagird mahiyyəti öyrənilir ki, yəni vurma nədir? Eyni sayı aşağı qruplarla toplamaqla tapır. Ən çox toplamadan istifadə eləyir və yaxud ən çox təkrar çıxmadan istifadə eləyir. Artıq ikinci yarım ildə cədvəli keçəcəklər. Yəni, ola bilər ki, bu gec qalınmış dərsdir. Necə gec? Mən özümə qədər diqqətlə qulaq asdım ki, orada nəsə baxıb, bəlkə nəsə olacaqdır. Mən deyəcəm ki, öz-özümə də, öz-özümüz daxildən verdiyim suallar cavab axtarmaya çalışırdım. 0 və 1 ikinci yarım ildə olacaq. İndi yoxdur. Amma yenə də, məsələn, bunu ikinci yarım il vurma və bölmədən xoduna hardasa 2 həftə, 1 həftə eləyəndə ki, biz layihədə görmüşük. Bu çox gözəl olur, müəllimə. Məsələn, vurma bölməyə 2 həftə qalmış, başlayırıq o bölmə haqqında danışmağa, saatlar haqqında. Əvvəl adətən elə olurdu. Çox gözəl olurdu. Məsələn, mən özüm də görürdüm ki, onlarla paralel gedəndə bu çox gözəldir. Mən özüm tanış oluram, planlaşdırıram işi. Perspektiv planlaşdırmanın kiçik şəkildə xülasəsi idi, düzdürmü? Nə demək istəyirəm? Onlar bu yaxşı olardı ki, bu çox bucaqlardır. İnansız müəllimlərdən də o qədər mənə zəhv vuranlar, yazanlar olur ki, axı üzlə səth məsələsi, qatışdırıla oturacaq məsələsi. Olardı ki, bax bu mövzuya toxunulsaydı, hətta biraz gecikmişik, biz artıq onları yekunlaşdırıblar. Yekunlaşacaqdır. Siz ikinci sinifsiz. Bəli, ikinci sinif. Bu ikinci sinifin dərsində mən unutmuşam. İkinci sinifin dərsində konusun, silindirin üzünü verirlər. Üzü var. Baxın, deyirlər.
biz necə düzdürsə, indiki söhbət 2-ci sinif dərsindən gedir, düz yazıblar. Yazır ki, konusun, silindirin üzü, Yoxdur. teli yoxdur. Konusun var, amma yəni silindirin üzü, teli, təpəsi yoxdur. Deyir, orada çox gözəl izah edir. Əslində biz müəllimlər metodik vəsait bizim üçün çox yaxşı bələdçidir, baxmırıq ora. Elə özümə də öz adıma da deyirəm. Orada çox gözəl izah edir. Üzdür, tildir, təpədir. Hətta dərsliyin Bəs özündə də konusun qardaş üzüm verir müəllim. Konusta da yoxdur axı. demir. Nə konusu heç biri. Ha. Sadəcə mən bu yaxınlarda bir nəşriyyatı var, indi adını deyir İzə nəşriyyatı. Orada uşağa tapşırıq rəhdirdim. Baxıram ki, orada da yazır ki, silindirin 2 üzvü var, konusun bir O üzvü səhv. var. Bu səhv yox, Fərdə xanım, siz hardan qaynaqlanır? Haçansa dərslikdə olubdu və bütün hər şeydə dərsliyə əlavə vəsaitə dərsliyə qayıdır. Oradan qaynaq odur. Dedim odur ki, çox yaxşı olardı ki, baxın, müəllimləri mən dəfələrlə izah edirəm. Bilirəm ki, keçən il bizim qızım xahiş edirəm yavaş ol. Bizim digər müəllimlərimiz də nə qədər yadınıza gəlir, keçən bunun üzərində işlədik biz. Müzakirələr oldu falan. Əfsanə müəllimə idi, sonra digər müəllimlər. Yaxşı olardı ki, məsələn, buna qaydardıq. Mən əminəm ki, adım kimi bilirəm ki, çox böyük əksəriyyət müəllimlər o öz anlayışını onlar. Çünki bizə dərsliyə elə olur, Fərdə xanım. Biz bunu bu kütlə şəklində bütün Azərbaycan deyək də, hardansa bunu hamıya səhv deyilmir ki, dərslikdə olub haçansa neçə isə bundan qabaq. Yəni hə, Gördüyünüz yəni dərslikləri bu dəyişdiriblər. ikilər yox. Bundan əvvəl indi mən əslində o gün qrupda müəllimlər müzakirə edirdilər. Mən müzakirəyə qoşulmadım. Nə üçün? Çünki mən də artıq beynimdə yazmışam ki, yoxdur da. Əvvəl biz götürürdük silindirin üzü var, konusun üzü var. Sonradan dedilər ki, bu götürülüb. Amma mən əmin olmadım ki, mən unuduram bu dərsliklər. Mən artıq 4-cü sinifəmdə. Əmin Yox, olmadım ki, 100%. dedim birdən dərslikdə elə verilməz. Mən də Yox, deyərəm yalançı çıxaram da. Amma özlüyümdə mən əmin idim ki, mən uşaqlarıma elə öyrətmişəm. İndi harda görmüşəmsə elə öyrətmişəmsə. Dedim birdən dərslikdə elə olar. Sonra mənə yalançı çıxararlar da. İndi siz dediniz, yəqin ki, indi qayıdacaqlar. Onlar onlayn təlimdə də 100% buna. Əlim çatdığım qədər deyirəm. Mənə 2-ci siniflərim özü zəng vururlar ki, ay Qumru müəllimə bizə bu nədir qarama qarşı? Deyirəm, əslində dərsliyimizə metodik vəsaitə baxsanız, layihəni qoyun kənara. Hər ikisində də bu şəkildə yazılıb. Deyir ki, üzü yoxdur. Nəysə, vaxtını çox almayım. Əslində çox demək sağ olun istedim. Qumru müəllimə. Siz çox gözəl təklif elədiniz. Deyirəm, sabah bizim görüşümüz olacaq da. Mən bu məsələni də qaldıracağam ki, yəni doğrudan da, yəni daldan atılan daş topuğa dəyir də. Yəni əgər onlar keçib qurtardılarsa, indi əslində biz burada bizim əlimizdə bəhanəmiz var ki, ikinci yarım ildə də siz cədvəli keçəsiniz. Ona görə deyirik ki, hansı uşaqlarınız çətinlik çəkəcəksə, o mərhələdə düzəliş eləyəsiniz. Amma doğrudan da çox yaxşı olar ki, bunlar əslində əvvəllər biz onlar keçməmişdən biz onlara tədris eləyirdik və deyirdilər ki, hə, filan şeyi tətbiq elədim, çox qəşəng oldu. Doğrudan da geri dönüşlər gəlirdi. Məsələn, keçən tanıdım, onu da deyim, vaxtınızı alıram, əziz müəllimlər. Buyurun. Məsələn, keçən bir adıma gəlir, bizim indiki 3-cü siniflər 2 olanda biz tanqram haqqında danışdıq. Orada xeyli müzakirə elədik. Sonra müəllimlər tanqram mövzusunu keçəndə o qədər, yəni bizim keçdiyimiz əyani təlim çox faydalı oldu. Bu mövzular çox yaxşı mənimsədilər müəllimlər, yaxşı dərslərini çox gözəl qurdular. Əvvəldən tanqram hazırlayıb gətirdilər uşaqlar üçün. Yəni dediyim budur ki, yəni biz müəllimlər elə özümüzdən keçəcəyimiz bölməni hansı birimiz oturub bölməni vərəqləyirik ki, nə var, nə yox. Çox az hissəmiz vərəqləyir. Amma əslində bu ilk dəfədir belə bir şey olur. Həmişə adətən 2 həftə, 1 həftə qabaq. İlk dəfədir, istisnadır bu. Amma 0 və 1 nə yaxşı orada var. Bizi qurtaracaq. 0-a 1 vurma var, hə. Düz deyirsiniz. Çox sağ olun Qumru müəllimə fikir bildirdiyiniz üçün. Doğrudan da haqlısınız. Mən də sizin fikrinizlə razılaşıram. Sabahlarım biz bunu müzakirə edərik. İnşallah çalışarıq ki, bundan sonra müəllimlərin keçmədikləri mövzular əvvəlcədən tədris olunsun onlara ki, düzgün yerləşdirsinlər təlim materialını. Çox güman ki, bu ola bilər ki, materialın hazır olmaması ilə qaynaqlanır. Çünki görürsünüz, material hazır deyil deyə qaralama üzərindən biz bugün məcbur olub totumuzu keçdik. İnşallah ki, ikinci yarım ildə belə problemlərimiz olmaz. Müəllimlər, sualınız varmı? Təlimin hər hansı bir mərhələsi ilə bağlı, vaxtla bağlı, təşkili ilə bağlı, nəsə sualınız varmı? Varsa verə bilərsiniz. Yoxsa mənim sizə deyə biləcəklərim bu qədər idi. Sualımız yoxsa sağollaşa bilərik və sizə bir gün keçəcəyiniz təlimdə hər birinizə uğurlar, işlərinizdə də uğurlar, hamınıza bol səbr arzulayıram. Çox sağ olun. Çox sağ olun Fərdə müəllimə. Minnətdarıq. Hər bir Sağ olun. Təşəkkür edirik.
Mən təşəkkür edirəm. Sağ olun dinlədiyiniz üçün. Sağ olun. Çox sağ olun Çox Fəridə. sağ olun. Çox sağ olun. Sağ olun. Sağ olun. Var olun.